Adil Əliyev Abışoğlu bir neçə gündür trenddədir. Qazini Yaşıl çay yox, əminəsin çayını içsin, paketində qoysun görsün. sözləri ilə təhqir edir. Jurnalist çıxır təhqir edir. Ay kişilər, uşaq pulu davası eləməyin, valla kişiyə yaraşmır. Deputat çıxır təhqir edir. Nə bilim, məmur çıxır danışır təhqir Azərbaycanda edir. bir dənə kişi var, o da bizim prezidentimiz. Bəli. Vəssalam. Təhqir edicilər, bunların maaşı artır, bunların biznesləri çoxalır. Facebook səhifəsində və digər troll səhifələri Adil Əliyevi tərifləyirlər, 5-6 dənə yerdə şəkil çəkdirib kasıblarla, şəhid ailələri ilə, yetimlərlə gözdən pərdə asmaq üçün 1-2 dənə yerlərə gedirlər, şəkil çəkdirirlər. Sonra da özlərini humanist, vətənpərvər, mənəviyyatlı, vicdanlı göstərmək üçün. Amma bunların vicdandan biraz olsun belə xəbəri yoxdur. Bunlar hamısı vicdanlarını pula satıblar.